Salam əziz dinləyicilər, bugün mən sizə insan problemləri rubrikasına çıxış edəcəm və bugün növbəti mövzumuz belədir: qaz və işıq problemləri. Qaz və elektrik enerjisi insanların gündəlik həyatında mühüm yer tutur. Evlərin qızdırılması, yeməklərin hazırlanması, istehsal müəssisələrin fəaliyyəti, məktəblərin, xəstəxanaların və digər obyektlərin normal işləməsi bu xidmətlərdən asılıdır. Buna görə də qaz və işıq təchizatında yaranan problemlər həm insanların məişətinə, həm də ölkənin iqtisadi və sosial inkişafına mənfi təsir göstərir. Qaz təchizatında yaranan əsas problemlərdən biri qazın müəyyən vaxtlarda kəsilməsi və təzyiqin aşağı olmasıdır. Xüsusilə qış aylarında qazdan istifadə artdığı üçün bəzi ərazilərdə təzyiq zəifləyir. Bu vəziyyət evlərin kifayət qədər isinməməsinə, yemək pişirməkdə çətinlik yaranmasına və insanların narahatlığına səbəb olur. Bundan başqa köhnəlmiş qaz xəttləri və vaxtında aparılmayan texniki xidmət qaz sızmalarına səbəb ola bilər. Qaz sızması isə partlayış və yanğın riski yaratdığı üçün insan həyatı üçün ciddi təhlükə hesab edilir. Elektrik enerjisi ilə bağlı problemlər də cəmiyyət üçün müəyyən əhəmiyyət daşıyır. Bəzən hava şəraitinin əlverişsiz olması, güclü külək, leysan yağışları və ya texniki nasazlıqlar nəticəsində elektrik enerjisinin verilişi dayanır. Uzun müddətli elektrik kəsintiləri insanların gündəlik işlərini çətinləşdirir, istehsal müəssisələrinin fəaliyyətini ləngidir, təhsil və sahə sahəsində problemlər yaradır. Elektrik enerjisinin tez-tez kəsilməsi məişət avadanlıqlarının sıradan çıxmasına da səbəb olur. Qaz və işıq problemi yaranmasının digər səbəblər arasında köhnə infrastruktur, əhalinin sayının artması, enerji resurslarından səmərəsiz istifadə və bəzi hallarda qanunsuz qoşulmalar göstərilə bilər. Bu problemə qarşısını almaq üçün enerji şəbəkələrinin müasir tələblərə uyğun yenilənməsi, mütəmadi texniki baxışların keçirilməsi və təhlükəsizlik qaydalarına ciddi riayət olunması vacibdir. Həmçinin alternativ enerji mənbələrinin, xüsusilə günəş və külək enerjisinin inkişaf etdirilməsi enerji təminatının daha etibarlı olmasına kömək edir. Vətəndaşların da bu sayədə üzərinə müəyyən məsuliyyətlər düşür. Qaz və elektrik enerjisindən qaynaqlı istifadə etmək, nasazlıq müşahidə edildikdə aidiyyəti qurumlara dərhal məlumat vermək və təhlükəsizlik qaydalarına əməl etmək hər bir insanın borcudur. Enerji qaynaqlı həm də ailə büdcəsinə müsbət təsir göstərir, həm də ölkənin enerji ehtiyatlarının daha səmərəli istifadəsinə şərait yaradır. Nəticə olaraq demək olar ki, qaz və işıq problemləri cəmiyyətin rifahına təsir edən vacib məsələlərdəndir. Bu problemin həlli üçün dövlət qurumları, xidmət təşkilatları və vətəndaşlar birlikdə çalışmalıdır. Müasir texnologiyanın tətbiqi, infrastrukturun yenilənməsi, enerji təhlükəsizliyinin gücləndirilməsi və insanların maarifləndirilməsi nəticəsində qaz və elektrik təchizatında yaranan çətinlikləri bir növ azaltmaq mümkündür. Etibarlı enerji təminatı insanların rahat yaşayışını, iqtisadi inkişafı və ölkənin davamlı gələcəyini təmin edən əsas amillərdəndir. Bu mövzu barədə bu qədər. Növbəti mövzumuz belədir: kiber təhlükəsizlik problemi. Müasir dövrdə texnologiyanın sürətli inkişafı insanların həyatını xeyli asanlaşdırmışdır. İnternet, mobil tətbiqlər, sosial şəbəkələr, elektron ticarət və onlayn bankçılıq kimi xidmətlər gündəlik həyatın ayrılmaz hissəsinə çevrilmişdir. Lakin bu inkişafla yanaşı yeni təhlükələr də meydana çıxmışdır. Onlardan ən mühümlərindən biri kiber təhlükəsizlik problemləridir. Kiber təhlükəsizlik şəxsi məlumatların, maliyyə resurslarının və rəqəmsal sistemlərin qorunmasını təmin edən sahədir. Kiber təhlükəsizlik problemi əsas səbəblərindən biri də insanların internetdə düzgün
və yaxud da təhlükəsiz istifadə qaydalarını kifayət qədər bilməməsi. Bir çox istifadəçi zəif şifrələr seçir, eyni şifrəni bir neçə platformada istifadə edir və ya tanımadığı mənbələrdən gələn linklərə daxil olur. Bu isə kiber cinayətkarların şəxsi məlumatlara asanlıqla çıxış əldə etməsinə şərait yaradır. Eyni zamanda sosial mühəndislik üsulları ilə insanlar aldadılaraq öz məlumatlarını könüllü şəkildə paylaşa bilirlər. Digər mühüm səbəb texnoloji sistemlərdə olan boşluqlardır. Bəzi proqram təminatları və web platformalar kifayət qədər təhlükəsiz hazırlanmadıqda hacker hücumlarına açıq olur. Məlumat bazasının zəif qorunması, köhnəlmiş proqramdan istifadə olması və təhlükəsiz yeniləmələrin vaxtında tətbiq edilməməsi ciddi risklər yaradır. Bundan əlavə, bəzi təşkilatlarda kiber təhlükəsizlik sayı mütəxəssis çatışmaması da bu problemləri daha da artırır. Kiber təhlükəsizlik problemi müxtəlif formalarda özünü göstərir. Bunlara şəxsi məlumatların oğurlanması, bank hesablarına icazəsiz giriş, virus və zərərli proqramlar vasitəsilə sistemlərin pozulması, phishing hücumları və sosial şəbəkə hesablarının ələ keçirilməsi daxildir. Bu cür hücumlar həm fərdi istifadəçilərə, həm də dövlət və iri şirkətlərə ciddi ziyan vura bilər. Bu problemin nəticələri olduqca ağır ola bilər. İnsanlar maddi itkilərlə üzləşər, şəxsi məlumatların oğurlana və yaxud da onların adına saxta əməliyyatlar həyata keçirilə bilər. Şəxsi həyatın məxfiliyi pozular, insanların nüfuza zərər dəyə bilər. Şirkətlər üçün isə məlumat sızması, maliyyə itkilərlə müştəri etibarına azalmasına və iş proseslərinin dayanmasına səbəb ola bilər. Dövlət səviyyəsində də kiber təhlükəsizlik problemləri milli təhlükəsizliyə də təsir göstərə bilər. Kiber təhlükəsizlik probleminin qarşısını almaq üçün bir sıra mühüm tədbirlər görülməlidir. İlk növbədə istifadəçilər internetdən təhlükəsiz istifadə qaydalarını öyrənməlidir. Güclü şifrədən istifadə etmək, iki mərhələli təsdiqlama funksiyasını aktivləşdirmək və şübhəli linklərə daxil olmamaq vacibdir. Həmçinin proqram təminatlarının mütəmadi yenilənməsi və antivirus proqramından istifadə edilməsi təhlükəsizliyi artırır. Dövlət və özəl sektorda da kiber təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır. Təşkilatlar məlumat bazalarını qorumaq üçün müasir təhlükəsizlik sistemlərindən istifadə etməli, mütəmadi auditlər aparmalı və kiber təhlükəsizlik üzrə mütəxəssisləri işə cəlb etməlidir. Eyni zamanda kiber cinayətkarlara qarşı qanunverici gücləndirilməli və bu sahədə nəzarət artırılmalıdır. Maarifləndirmə də bu sahədə çox vacibdir. Məktəblərdə, universitetlərdə kiber təhlükəsizlik mövzularının tədrisi gənclərin bu sayda daha məlumatlı olmasına kömək edir. Kütləvi informasiya vasitələri və sosial şəbəkələr vasitəsilə təhlükəsizlik qaydalarının geniş şəkildə tətbiqi cəmiyyətin ümumi rəqəmsal savadlılığını artırır. Nəticə olaraq demək olar ki, kiber təhlükəsizlik problemləri müasir dövrün ən ciddi çağırışlarından biridir. Rəqəmsal texnologiyanın düzgün və təhlükəsiz istifadə etməklə, maarifləndirməni artırmaqla və güclü təhlükəsizlik sistemini qurmaqla bu problemlərin qarşısını qismən almaq mümkündür. Həm dövlət qurumları, həm şirkətlər, həm də vətəndaşlar birlikdə hərəkət etdikdə daha təhlükəsiz rəqəmsal mühit yaratmaq olar. Kiber təhlükəsizliyin güclü olduğu cəmiyyətdə insanlar texnologiyanın daha rahat, etibarlı və səmərəli şəkildə istifadə edə bilərlər. Bu kiber təhlükəsizlik problemləri haqqında bu qədər. İndi isə növbəti bir mövzu onlayn fırıldaqçılığı. Baxda sizə məlumat vermək istəyirəm. Müasir dövrdə internet insanların həyatında mühüm rol oynayır. İnformasiya əldə etmək, alış-veriş etmək, bank əməliyyatlarını aparmaq, təhsil almaq və sosial ünsiyyət qurmaq üçün onlayn platformalardan geniş istifadə olunur. Lakin bu imkanlar yanaşı müəyyən təhlükələr də yaranmışdır. Onlardan ən yarmış onlayn fırıldaqçılığıdır. Onlayn fırıldaqçılıq internet vasitəsilə insanların aldadılması,
onların şəxsi məlumatların və ya maddi vəsaitlərin qanunsuz şəkildə ələ keçirilməsidir. Onlayn fırıldaqçılığı müxtəlif formalı mövcuddur. Ən geniş yayılmış üsullardan biri phishing hücumlarıdır. Bu zaman fırıldaqçılar saxta saytlar və mesajlar vasitəsilə istifadəçiləri aldadaraq onların şifrələrini, bank kart məlumatlarını və digər şəxsi məlumatlarını əldə etməyə çalışırlar. Bəzən bu mesajlar banklardan, tanınmış şirkətlərdən və ya sosial şəbəkələrdən gəlmiş kimi görünür və insanlar buna aldanaraq öz məlumatlarını paylaşırlar. Digər bir üsul isə saxta onlayn alış-veriş saytlarıdır. Bu saytlar real mağazalara bənzədilərək yaradılır və istifadəçilər ucuz qiymətə məhsullar təklif edir. İnsanlar məhsul sifariş etdikdən sonra ya məhsulu ümumiyyətlə almırlar, ya da keyfiyyətsiz və yaxud da fərqli bir məhsul göndərir. Bəzi hallarda isə ödəniş edildikdən sonra sayt tamamilə yox olur. Onlayn fırıldaqçılığın digər formasına sosial şəbəkə fırıldaqları, saxta iş elanları, uduş kampaniyalar və investisiya dərəcələri də daxildir. Sosial şəbəkələr tanınmış şəxslərin adından saxta hesablar yaradılır və insanlardan pul tələb edilir. Saxta iş elanlarında isə insanlardan əvvəlcə qeydiyyat haqqı və ya sənəd rüsumu adı ilə pul alınır. İnvestisiya fırıldaqlarında isə yüksək gəlir vəd edilərək insanlar aldadılır və nəticədə böyük maliyyə itkiləri ilə üzləşirlər. Onlayn fırıldaqçılığın əsas səbəblərindən biri də insanların rəqəmsal savadlığının kifayət qədər olmamasıdır. Bir çox istifadəçi internetdə təhlükəsiz davranış qaydalarını bilmir və ya diqqətsiz davranır. Bundan əlavə fırıldaqçılığın getdikdə peşəkar üsullardan istifadə etməsi də bu problemin artmasına səbəb olur. Texnologiyanın inkişafı ilə birlikdə dələduzluqların istifadə etdiyi üsullar da mürəkkəbləşdirilmişdir. Bu cür fırıldaqçılığın nəticəsi ciddi ola bilər. İnsanlar maddi itkilərə məruz qalır, bank hesabları boşaldıla bilər və şəxsi məlumatlar oğurlana bilər. Bundan əlavə psixoloji baxımdan insanlar narahatlıq və etimadsızlıq hissi yaşayırlar. Şirkətlər üçün isə onlayn fırıldaqçılıq reputasiya itkisinə və müştəri etibarının azalmasına səbəb ola bilər. Onlayn fırıldaqçılıqla mübarizə aparmaq üçün bir sıra mühüm tədbirlər görülməlidir. İlk növbədə insanlar internetdən təhlükəsiz istifadə qaydalarını öyrənməlidir. Heç bir halda şifrələr və bank məlumatları tanımadığı saytlara və şəxslərə verilməməlidir. Güclü şifrələrdən istifadə etmək və 2 mərhələli təsdiqləməni aktivləşdirmək təhlükəsizliyi artırır. Eyni zamanda dövlət qurumları və hüquq mühafizə orqanları kiber cinayətkarlara qarşı mübarizəni gücləndirməlidir. Saxta saytların bağlanması, fırıldaqçılığın aşkarlanması və cəzalandırılması bu sayədə mühüm rol oynayır. Banklar və elektron xidmətlər də təhlükəsiz sistemlərin daim yeniləməli və müştəriləri maarifləndirməlidir. Maarifləndirmə bu sayədə ən vacib amillərdən biridir. Məktəblərdə, universitetlərdə və ictimai tədbirlərdə rəqəmsal təhlükəsizlik və onlayn fırıldaqçılıq mövzularında məlumatlandırma aparılmalıdır. Media və sosial şəbəkələr vasitəsilə insanlara düzgün informasiya çatdırılmalı və təhlükələr haqqında xəbərdarlıq edilməlidir. Nəticə olaraq demək olar ki, onlayn fırıldaqçılıq müasir dövrün ciddi problemlərindən biridir və hər kəs üçün risk yaradır. Bu problemi qarşısını almaq üçün həm fərdi məsuliyyət, həm də texnoloji təhlükəsizlik tədbirləri, həm də hüquqi nəzarət gücləndirilməlidir. İnsanlar daha diqqətli və məlumatlı olduqda onlayn fırıldaqçılığın təsirini azaltmaq mümkündür. Təhlükəsiz internet istifadəsi rəqəmsal dünyada etibarlı və rahat həyatın əsas şərtlərindən biridir. Növbəti mövzumuz belədir. Təhlükəsizliyin tam təmin olunmaması. Təhlükəsizlik hər bir cəmiyyətin sabitliyi, inkişafı və insanların rahat yaşaması üçün əsas şərtlərdən biridir. Təhlükəsizlik dedik, yalnız fiziki təhlükəsizlik deyil, həm də sosial, iqtisadi
informasiya və ekoloji təhlükəsizlik nəzərdə tutulur. Dövlətlər və cəmiyyətlər bu sayədə müxtəlif tədbirlər görsələr də, bəzi hallarda təhlükəsizliyin tam təmin olunmaması ciddi problemlərə səbəb olur. Bu vəziyyət insanın həyat keyfiyyətinə, ictimai sabitliyə və ümumi inkişaf prosesinə mənfi təsir göstərir. Təhlükəsizliyin tam təmin olunmamasının bir çox səbəbi vardır. Əsas səbəblərdən biri texniki və infrastruktur çatışmamasıdır. Bəzi bölgələrdə müasir təhlükəsizlik sistemlərinin olmaması və nəzarət mexanizmlərinin zəifliyi və köhnəlmiş texnologiyaların istifadəsi riskləri artırır. Məsələn, yol hərəkəti təhlükəsizliyində müasir kamera sistemlərini və işıqlandırmanın yeterli olmaması qəza riskini yüksəldə bilər. Eyni zamanda ictimai yerlərdə nəzarətin zəif olması da təhlükəsizlik probleminə yol aça bilər. Digər mühüm səbəb insan amilidir. Bəzən qaydalara əməl edilməməsi, məsuliyyətsizlik, səhlankarlıq və maarifləndirmənin az olması təhlükəsizliyin pozulmasına gətirib çıxarır. İnsanlar təhlükəsizlik qaydalarına laqeydlə yanaşdıqda, istər iş yerlərində, istər yollarda, istərsə də gündəlik həyatda müxtəlif risklər artırır. Qanunların tam icra olunmaması və nəzarətin zəifliyi də bu problemi daha da dərinləşdirir. Təhlükəsizliyin tam təmin olunmaması müxtəlif sahələrdə özünü göstərir. İctimai təhlükəsizlik sahəsində cinayət hadisələrinin artması, yol nəqliyyat hadisələri və ictimai qayda pozuntuları müşahidə oluna bilər. Sosial sahədə insanların özlərini güvəndə hiss etməməsi cəmiyyətdə narahatlıq yarada bilər. İqtisadi sahədə də qeyri-sabitlik investisiyaların azalmasına və inkişafın ləngiməsinə səbəb ola bilər. İnformasiya təhlükəsizlik sahəsində isə şəxsi məlumatların oğurlanması və kiber cinayətlərin artması ciddi problemlər yaradır. Təhlükəsizliyin tam təmin olunmaması nəticələri olduqca genişdir. İnsanların həyat və ya sağlamlıq risk altına düşə bilər, maddi zərərlər yarana bilər və ictimai etimad zəifləyə bilər. Cəmiyyətdə qorxu və narahatlıq hissi artdıqda insanlar daha tez, daha az fəal olur və sosial proseslərə maraq azalır. Bu isə ümumi inkişafın ləngiməsinə səbəb ola bilər. Eyni zamanda təhlükəsizlik problemləri dövlətin idarəetmə sisteminə olan inamı da zəiflədə bilər. Bu problemin həlli üçün kompleks yanaşma tələb olunur. İlk növbədə təhlükəsizlik sistemləri müasirləşdirilməli, texnoloji imkanlar genişləndirilməli və nəzarət mexanizmləri gücləndirilməlidir. Kameralar, sensorlar, rəqəmsal idarəetmə sistemləri və digər texnoloji vasitələr təhlükəsizliyin artırmasına kömək edə bilər. Eyni zamanda qanunların icrası daha ciddi şəkildə təmin edilməli və pozuntulara qarşı sərt tədbirlər görülməlidir. Maarifləndirmə də bu sahədə mühüm rol oynayır. İnsanlar təhlükəsizlik qaydaları haqqında məlumat verilməli, məktəblərdə və ictimai yerlərdə maarifləndirici tədbirlər keçirilməlidir. Hər bir vətəndaş öz məsuliyyətini dərk etməli və təhlükəsizlik qaydalarına əməl etməlidir. Kiçik qayda pozuntuları belə böyük nəticələrə səbəb ola biləcəyi üçün diqqətli davranmaq vacibdir. Dövlət qurumları ilə yanaşı vətəndaş cəmiyyəti və ictimai təşkilatlar da təhlükəsizliyin təmin olunmasına töhfə verməlidirlər. İnsanların bir-birinə dəstək olması, şübhəli hallara qarşı diqqətli yanaşması və ictimai nəzarətin gücləndirilməsi bu sahədə mühüm əhəmiyyət daşıyır. Nəticə olaraq demək olar ki, təhlükəsizliyin tam təmin olunmaması cəmiyyətin inkişafına mənfi təsir göstərən ciddi problemlərdir. Bu problemin aradan qaldırılması üçün dövlət, cəmiyyət və hər bir vətəndaş birlikdə fəaliyyət göstərməlidir. Müasir texnologiyanın tətbiqi, qanunların gücləndirilməsi, maarifləndirmənin artırılması və məsuliyyətli davranış nəticəsində daha təhlükəsizlik mühiti yaratmaq mümkündür. Təhlükəsizliyin təmin olunduğu
cəmiyyətdə insanlar daha rahat yaşayır, iqtisadi və sosial inkişaf daha sürətli olur və ümumi rifah yüksəkliyi yaradır. Hələlik bu qədər, sağ olun, gələn görüşlərə.